Salam əziz abituriyentlər. Yəqin ki, hər biriniz toplama teoremlərindən olan sinus alfa plus betanın açılışını əzbər şəklində bilirsiniz. Bəs bunun isbatı necədir? Gəlin onunla tanış olaq. Əvvəlcə verilmiş üçbucaqda S üçbucaq ABS-nin sahəsinin 2/1 A vurulsun B vurulsun sinus alfa plus beta olduğunu yaza bilərik. Daha sonra eyni üçbucaq üçün üçbucaq ABC-də sahəmiz S üçbucaq ABH üzərinə gəl S üçbucaq BHC olduğunu da yaza bilərik. Gəlin verilənləri üçbucaqlara uyğun olaraq qeyd edək. Yəni 2/1 AB sinus alfa plus beta bərabərdir. Yəni S üçbucaq ABH-ı tapsaq, ABH üçün yaza bilərik ki, 2/1 A vurulsun, H vurulsun, sinus alfa üzərinə gəl, 2/1 H vurulsun, B vurulsun, sinus beta olduğunu yaza bilərik. Daha sonra aldığımız ifadənin hər tərəfini 2/1 AB-yə bölək. 2/1 AB-yə bölək. Hər tərəfi 2/1 AB-yə bölürük. Bu zaman 2/1 AB sol tərəfdən ixtisar olunur. Sağ tərəfdə birinci ifadədən 2/1 A-nı, ikinci tərəfdə isə 2/1 B-ni ixtisar edə bilərik. Bizdə ifadəmiz sinus alfa plus beta bərabərdir. H bölünsün B sinus alfa üzərinə gəl. H bölünsün A sinus beta olduğunu alırıq. Gəlin verilən üçbucaqda kosinus alfanı əvvəlcə təyin edək. Kosinus alfa bilirik ki, verilmiş bucağa bitişik katetimiz H-ın A-ya olan nisbətidir. Kosinus beta isə verilmiş üçbucaqda H-ın B-yə olan nisbətidir. Bizim ifadəmizdə sinus alfa plus beta olduğu kimi saxlayaq. H bölünsün B ifadəsinin əvəzinə kosinus beta yazsaq, H bölünsün A ifadəsinin əvəzinə kosinus alfa yazsaq, demək, bizim sinus alfa plus beta düsturumuz sinus alfa kosinus beta üzərinə gəl, kosinus alfa sinus beta olduğunu alırıq. Beləliklə, biz toplama teoremlərindən olan sinus alfa plus beta'nın açılışını, yəni daha doğrusu isbatını təqdim etdik.